Salam, hər vaxtınız xeyir. Hər kəs salamlayıram. Kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz? Məni soruşsaz, şükürlər olsun, mən yaxşıyam. Siz də yaxşı olasınız. Səhər durdum, səhər yeməyimizi də yedik. İşə başladım. Reyhan soka hazırladım. Bitdikcə hazırlayıram. Yaşıl lobya bişirəcəm. Yaşıl lobyanı mən belə üsulla hazırlayıram. Lobyanı suda qaynatmayacağım. İndi gördüyünüz kimi, yəni lobyanı yığıram tavaya, soğanını da doğrayıram üzərinə. Sonra bir biber doğradım, bir də pomidor soydum, doğradım üzərinə. Duzunu da vururam və ağzını örtürəm, qapağını örtürəm, qoyuram vamxodda, özü üçün öz suyunu salır, başlayır bişməyə. Belə. Sonra suyu çəkiləndən sonra, yəni bişəndən sonra yağını vururam, başqa istiotunu, sarı kökünü, bunları vururam, əlavə edirəm və yağda qovrulur biraz. Ən axırda da görəcəksiniz, yəni yumurta vururam lobyanın üstünə. Hərdən yumurtalı edirəm, hərdən yumurtasız. Yəni hər iki cür xoşumuza gəlir, hər iki cür yaxşı dadlı alınır. Hərdən belə lobyanı pomidor, lobya, yəni tək bunların özünü birlikdə bişirirəm. Yəni öz suyunda bişir. Ayrıca soğança qovururam. Yağ soğan eləyib üzərinə əlavə edirəm qovrulanda. Belə də edirəm, belə də ləzzətli olur. Amma indi bu cür etdim. Yəni soğanı da, pomidoru da, biber vurdum. Yəni bunların hamısını bir yerdə bişirdim. Hər ikisi yaxşı alınır, hər ikisi də ləzzətli olur. Bəs siz necə bişirirsiniz lobyanı? Rəylərdə fikirlərinizi gözləyirəm. Əslində mən belə düşünürəm ki, bir yeməyi hansı üsulla bişirsən də, bunun məncə elə bir fərqi yoxdur. Ola bilər, yəni ki, fərq etdiyi məqamlar var. Hansı tərəvəzdən sonra nəyi əlavə edirsən, ya qovurursan, ya onu qovurmadan hazırlayırsan. Əlbəttə ki, bu fərqlər ola bilər. Amma ən vacib olan odur ki, nəticə yaxşı olsun, dadlı alınsın, ləzzətli alınsın. Yəni nəticə gözəl olsun. Mən belə düşünürəm. Bilmirəm, siz necə düşünürsünüz, siz necə bişirirsiniz? Hər kəsin özünün, hər qadının mətbəxinin özünün sirri var, özünün üsulları var, özünün, yəni hər bir qadının özünün əlinin dadı var, duzu var. Yəni bunlar fərqlidir, fərqlənir. Dadlar da buna görə məncə fərqlənirlər. Mən belə fikirləşirəm. Siz necə düşünürsünüz? Fikirlərinizi yaza bilərsiniz, mənimlə bölüşə bilərsiniz.
Gördüyünüz kimi tərəvəzləri yumuşam və badımcanları soydum, doğradım, duzladım, acı suyu çıxsın. Burada hazırlıq görürəm. Axşama nəsə belə bir fikirləşdim, fərqli bir şey hazırlayım. Salatlar hazırlayacağım. İki cür. Çünki tərəvəzlər var. Qalıb xarab olmasın soyuducuda. Bunları dəyərləndirmək lazımdır. Ona görə də hərəsindən biraz var idi. Mən də fikirləşdim ki, elə iki cür salat hazırlayaram. Bir də göstərəcəm, yəni sizə, sizin üçün də çəkmişəm. Zapekanka rusca deyirlər. Yəni qat-qat lavaşla indi görəcəksiniz qiymə ət. Bunu hazırlayacağım. Əslində mən ona, indi hazırlayanda da görəcəksiniz, mən ona o qatların bir neçəsinə kəsmik də əlavə edirəm. Amma kəsmiyim yox idi. Dediyim kimi, nə var idisə onlardan istifadə etdim və hazırladım. Kəsmiksiz də ləzzətli olur, amma kəsmiklə onun dadı bir başqa olur da, orada artıq başqa bir dad alınır, fərqlənir. Amma hər iki cür yenə də dadlıdır, ləzzətlidir. Sadəcə kəsmiyim yox idi. Ona görə elə nə var idisə onları istifadə etdim. Bu badımcan qızartdım. Bu badımcanlar salat üçündür. Mən sizə bir dəfə çəkib göstərmişdim. Badımcanı dilim şəklində qızardıram və onu didirəm. Yəni doğramıram. Didirəm saçaq formasında və salata əlavə edirəm. Yəni badımcan salatı çəkmişəm, kanalımda var. Bunu da bir fərqli etdim. Yəni burada öz icadımda var, yəni öz ideyamda var. Badımcanları belə doğradım, acı suyunu çıxartdım və gör xodda, yəni gör ocaqda qızartdım ki su salmasın, suyu çıxmasın. Badımcanlar qızarsın. Badımcan da çox tez hazır olur. Onları qızardıb salfetin üstünə, üzərinə qoydum. Yağı çəkilsin və burada işimə davam edirəm. Bir neçə işi birdən görməyə çalışıram. Burada da sizə dediyim qat-qat lavaş, qiymə, bax onun hazırlığı gedir. Qiyməni soğança hazırladım. Qiymə çəkilmiş ətin üzərinə əlavə elədim və bunu pişirməyə başladım, qovurmağa başladım. Ora kök də əlavə etdim. Kök əlavə etməsəz də yəni olur. Mən sadəcə evdə olan tərəvəzlərdən öz fikrimlə belə bir qarışım hazırladım. Çünki belə də yaxşıdır, belə də dadlıdır. Biraz belə qovurdum. Sonra bu ətə gördüyünüz kimi əlavələrim var. Salatın pomidorlarının içi onsuz da çıxır. Yəni onun üst hissəsini, bərk hissəsini salat üçün doğrayacağım. Ona görə o iç hissəni də dəyərləndirdim. Qiyməmizin üzərinə əlavə etdim. Ora pomidor tomatı da əlavə edəcəm. Paprika, qırmızı stiol, duz, sarı kök. Bunları əlavə edirəm. Biraz duru yağ. Belə bizim ətimiz bu cür hazır olur. Belə indi sıralama ilə onları hazırlayanda siz də görəcəksiniz ki, onları mən necə hazırladım. Əslində bugünkü günüm demək olar ki, mətbəxdə keçdi. Yeməklər hazırladım, salatlar hazırladım, yudum, yığışdırdım. Yəni bugün ancaq mətbəxə demək olar sizin üçün çəkdim. Məncə ürəyinizcə olar.
iş gördüyüm yerdə işıqlarımız söndü. Artıq hava da qaralırdı. Ona görə qaranlıqda qaldım. Gördüyünüz kimi işim yarımçıq qaldı. Demək olar ki, salatların sonuna gəlib çatmışdım. Burada qiymə ətim də hazır idi. Şam yandırmışam gördüyünüz kimi. Salatlardan indi sizin üçün deyim ki, bir göyərtisi qalıb. Göyərtini hər iki salata doğrayıb əlavə edəcəm. Birinci salatım badımcanla olan salatımda qızarmış badımcan köküydü, toyuğun əti idi, bir də pomidor idi. Gördünüz, doğradım. Bir diş də sarımsaq əlavə etdim və keşniş şüyüd bolluca doğrayıb o salata əlavə edirəm və bir salatımda yenə də toyuğun ətidir. Konservləşmiş qarğıdalıdır. Burada görürsünüz. Yenə də keşniş şüyüd, bol göyərtidir, xiyardır. Bir dənə də yəni əlavə etsəz də olar, etməsəz də olar, bibərdir. Yaşıl bibərdir. Şirin bibər, onu doğrayıb əlavə etdim. Və mayonez, duzunu, istiotunu, mayonezlərini elə o qaranlıqda əlavə etdim. Sonra şükürlər olsun ki, işıq yandı. İşıq yandı. Yəni ola bilsin ki, hava çox istidir, yüklənmə olmuşdu. İşıqlar sönmüşdü. Amma tez bir zamanda da işıqlarımız yandı. Və mən göstərdim sizə, salatlarım artıq hazır idi. Və bu qat-qat lavaş qiyməni sizin üçün çəkilişini etməyə başladım. İşıq sönəndə çox qanım qaralmışdı ki, bu çəkilişi edə bilməyəcəm. Amma şükür ki, işıq yandı və mən bu çəkilişi davam etdim. Gördüyünüz kimi sıralamalarla gedirik. Mayonez vururam. Mayonezi belə bir sos halında da hazırlaya bilərsiniz. Əslində istədim hazırlayım. Sadəcə işıq sönəndən sonra ki, işıq yandı, fikirləşdim ki, birdən yenə sönər. Artıq tələsirdim ki, bu yeməyi başa çatdıram. Çünki sobada bişməli idi. Buna görə artıq soğuza vaxt sərf etmədim. Soğuz da elə bir şey deyil, mayonezdir, duru yağdır, yumurtadır, biraz duzdur. Bunları qarışdırıb soğuz halına salıb belə lavaşları o soğuzla yəni isladırıq. Amma indi mən qısa yolla getdim. Elə mayonezlə o lavaşları mayonez sürtdüm üzərinə və fırça ilə sürtdüm və pizzamın soğuzundan qalmışdı. O da çox gözəl dadlı soğuz idi. Onu sizə göstərmişdim və biraz da ondan əlavə etdim. Başladım, yəni lavaşımı qat-qat yığmağa. Qiyməmi də əlavə etdim. Kəsmiyim yox idi. Yenə də deyirəm, kəsmiyi olsa daha da gözəl olar. O qatlara bir neçə qata kəsmi vurursan, yəni əlavə edirsən, qalanını qiymə ilə edirsən, çox gözəl olur. Olmadığı üçün nə var, onunla hazırladım. Yəni belə bir əskilik olmadı. Bu da çox dadlıdır. Bu da çox gözəl, ləzzətli alınmışdı. Ən axırda da üzərini yenə mayonezləyib və əriyən Holland pendiri sürtgəcdən keçirtdim üzərinə və sobaya qoydum bişməyə. Belə, yəni hazır halını da sizin üçün çəkmişəm. Çox gözəl alınmışdı, çox ləzzətli idi. Siz də istəsəz hazırlaya bilərsiniz.
Sobada yeməyim hazır olana qədər çoxlu qab yığılmışdı. Həddindən artıq mətbəx bulaşıq vəziyyətdə idi. Çünki bir çox iş görmüşdüm. Arada da ki bu işığın sönməyi ümumiyyətlə işimi artırmışdı. Yəni işıq söndü deyə yəni işimi davam edə bilmədim. Çünki mən yemək hazırladıqca çox sevmirəm. Hər şey üst-üstə yığılsın. Elə hissə qabdan yuyuram, təmizlik edirəm. Amma indi işıq söndüyünə görə bütün işlər üst-üstə yığılmışdı və çoxlu qab yığılmışdı. Dedim, nə qədər ki yeməyim sobada pişir, salatlarımı da hazırlayıb soyuducuya qoymuşdum. Tez mətbəximi yığışdırdım, yığışdırdım, qablarımı yudum, səliqəyə saldım mətbəximi. Artıq axşam idi. Ona görə də həm yorulmuşdum, dedim tez yer yığış eləyim ki, mətbəx səliqəli olsun, təmiz olsun. Səhər duranda mətbəxi qarışıq vəziyyətdə görməyim. Yəni adətim deyil, yorğun da olsam, nə qədər də yorğun olsam, mətbəximi mütləq təmizləyirəm, yığışdırıram, sonra yatıram. Gördüğünüz kimi yeməyim hazır oldu. Sobadan çıxartdım. Çox gözəl alınıb, yaxşı qızarıb, üzərinin pendiri əriyib, çox gözəl bişib və dadı da çox möhtəşəm idi. Siz də əgər belə yeməkləri xoşlayırsınızsa, bişirib dadına baxa bilərsiniz. Belə mətbəxim də təmizdir. Yuyub yığışdırmışam hər bir şeyi. Çay da qoydum ki, axşam çayımızı da içək. Yəni belə. Mənim bugünkü mətbəx işim belə bitdi. İstirahət etmək olar. Səhəri gündəyik, yeni bir gündəyik. Mən bacımgilə getdim. Oradan çox az bir şey sizin üçün çəkdim. Yenə bacımın nəvələrini görürsünüz. Şirin, balaca, şuluq qızlardılar. Nur və Ahu. Günümüz gözəl keçdi. Axşama kimi bacımgildə oldum. Sizin üçün amma az bir şey çəkmişəm oradan. Sağ olsun bacımın yoldaşı bizim üçün bizə yəni əziyyət vermədi. Bacım mətbəxdə nəsə hazırlasın. Bizim üçün manqalda kabab hazırladı, tərəvəz salatı, yəni manqal salatı, tərəvəzləri bişirdi. Manqal salatı hazırladı. Belə günümüz xoş keçdi. Yeməyimizi yedik, güldük, danışdıq. Vaxtımız gözəl, səmərəli keçdi. Bununla da sizinlə sağollaşmaq istəyirəm. Vlogumu burada bitirirəm. İnşallah ki, yeni vloglarda, yeni videolarda yenə görüşərik.
Eğer vloqum xoşunuza gəldisə, bəyənməyi unutmayın. Yeni qoşulanlardan da xahiş edirəm ki, vloqlarımı bəyənirlərsə, xoşları gəlirsə, abunə olmağı və videolarımı bəyənməyi unutmasınlar. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın. Hələlik.